Mərhəmətli və rəhimli Allahın adı ilə. Taha. Biz Qur'anı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur. Mərhəmətli Allah ərşə ucaldı. Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa ona məxsusdur. Sən ucadan danışsan da, danışmasan da fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir. Allah, ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə ona xasdır.